Peyğəmbər buyurur, bu duanı kim oxusa, qiyamətə qədər bütün günahları bağışlanar. O məşhur dua, Allahümmə ədxil alə əhlil quburi surur ki var. Orada bir hissəsi də budur. Allahümmə şfi kullə məriz. Allah bütün xəstələrimizə şəfa ver. Peyğəmbərin bizə öyrətdiyi duadır. Getdin, həkim resepti yazdı, gəldin, ağrıyırsan, ağrıyan adam neynir? Dərhal deyir, tez dərmanı alın götürün. Ha? Tez bir dənə iğnə vurun mənə. Dünən bizim Kərbəlayı biraz ağrıyırdı. O biri Kərbəlayı da aptekin birinin qabağından keçmişdi. Az qalmışdı, öldürsün onu. Aptek qaldı dalda, ne diyanmadı. Ağrıyan adam dərman dalıyca qaçar da. Şimdi gedmisən, ağrıyırsan, həkim resepti yazıb sənə. Gəlmisən, resepti əlində. Səhər, günorta, axşam. Dərmanları alma. Dərmanları da içmə. Səhər, günorta, axşam o reseptin vərəqi ki var, öp qoy gözünün üstünə, şəfa tapacaqsan. Gündə 3 dəfə öpkünən. Belə həkim məsləhəti ilə 5 dəfə öpkünən o vərəqi. Şəfa tapmayacaqsan ki. Bu Quranı öpməklə adam olmur. Bu Quranı öpməklə düzəlmək olmur. Gərək içindəki dərmanları yiyəsən, udasan, qəbul eləyəsən. Özdə, burada da o cürdür də, yeməkdən qabaq, yeməkdən sonra, səhər, axşam, o dərmanların qabağından yazırlar ha. Görsən, hamısının vaxtı var. Qədir gecəsinin reseptin yazıb Allah. İnna ənzəlnahu fi leylətil qədr. Resept, dərman, Qədir gecəsi. Dərmanın adı Qədir gecəsidir. Allah haçan atın bunu. Deyir ki, axşam. Axşam. Deyirsən Allah axşam işdə olacağım. Deyir yox, vaxtı var. Selamun hiyyə hətta mətlə'il fəcr. Gün çıxanacan ata bilərsən. Gecə hər hansı saatda istifadə eləsən, bu dərmanı səni sağaldacaq. Fərqi yoxdur, 11-də dua elədin, 1-də dua elədin, 2-də. Amma gün çıxanacan elə yatma. Axşam, yeməkdən sonra ta səhərə qədər. Hamısını yazıb. Allah nəsə ruhum narahat diye